Salam. Bugün dünyanın ilk xalça muzeyindəyik. Azərbaycan Milli Xalça Muzeyi 1967-ci ildə yaradılıb. Bükülmüş xalça formasındakı bu unikal bina isə 2014-cü ildə qapılarını açıb. İçəridə 13 mindən çox nadir eksponat və tariximizin limə-limə toxunmuş yaddaşı qorunur. Bakıya gəlsəniz, bu möhtəşəm memarlıq incisini mütləq görməlisiniz. Bu isə həsirdir. Həsir, qamaş və ya bitki liflərindən toxunan ən qədim xovsuz xalça növüdür. Bunun faydası isə evi nəmişlikdən qoruyur, yayda sərin, qışda isti saxlayır. Bu isə aynalı lampa xalçasıdır. Aynalı lampa xalçası 1331-ci ildə Sultan tərəfindən tikilmişdir. Aynalı lampa xalçasında istifadə olunan materiallar əriş, arğac, xov, yəni yundur.